Bakı küçələri, dostluğun başlanğıcı. Güneşli bir Bakı səhəri idi. İsti hava küçələri yorğun göstərirdi. Köhnə bir Jiguli maşını yavaşca irəliləyirdi. İçində 4 dost, Murad, Əli, Leyla və Zəhra, səyahət həyəcanı ilə dolu idilər. Murad, sürücü oturacağında sakit və təcrübəli görünürdü. Əli, yanında xəritəni öyrənir, tez-tez yolu göstərirdi. Arxa oturacaqda Leyla və Zəhra gülərək söhbət edirdilər. Onlar uzun zamandır bu səyahəti planlaşdırırdılar. Murad maşını sakit bir küçəyə çevirdi. "Hazırsınız?" deyə soruşdu. Gözlərində zəfər parıldı. Digərləri "Bəli" deyə qışqırdılar. Ağstafaya doğru uzun bir səyahət onları gözləyirdi. Hər kəsin ürəyində maraq və həyəcan qarışıq bir his var idi. Bakının dar küçələrindən çıxdılar. Geniş yola düzələn maşın sanki onları yeni maceralara doğru aparırdı. Bakının son evləri də geridə qaldı. Yol iki tərəfə uzanırdı. Güneş şüaları maşının ön şüşəsini parıldadırdı. Leyla musiqini açdı. Azərbaycan xalq mahnıları maşının içində əks-səda verirdi. Dostlar mahnıya qoşulub yolda daha da həvəslə irəliləyirdilər. Qərbə doğru açılan yol. Yol uzandıkça ətraf da dəyişməyə başladı. Bakının hündür binaları yerini yaşıl meydanlara, bağlara vermişdi. Kiçik kəndlər yanlarından sürətlə keçirdi. Hər kəndin özünə məxsus bir görünüşü, özünə məxsus bir aurası var idi. Əli xəritəni qaldırıb, "Növbəti dayanacağımız Qobustan" dedi. "Orada qədim qaya üstü rəsmləri görməliyik." Leyla və Zəhra heyrətlə "Qobustan" deyə soruşdular. "Oraya heç getməmişik." Murad gülümsədi. "Onda daha maraqlı olacaq" dedi. Qobustana çatdıklarında günorta olmuşdu. Maşını park edib qayalıq təpələrə doğru yola düşdülər. İsti güneş şüaları altında yavaş-yavaş qalxırdılar. Nəhayət, qədim rəsmlərin olduğu yerə çatdılar. Min illər əvvəl yaşamış insanların həyatından səhnələr qayaların üzərində canlanırdı. Dostlar rəsmlərə böyük maraqla tamaşa edirdilər. Əli hər bir rəsmin mənasını izah etməyə çalışırdı. Leyla və Zəhra isə heyranlıqla qulaq asırdılar. Bu rəsmlər onlara tarixin dərinliklərini, əcdadlarının yaşayışını göstərirdi. Sınaqlar və kəşflər, təbiətin gücü. Qobustandan sonra yol daha da maraqlı olmuşdu. Yolun sağ tərəfində dağlar uca zirvələri ilə göyə ucalır, sol tərəfində isə yaşıl düzənliklər uzanırdı. Hava daha da təmiz, daha da sərin idi. Birdən Murad maşını kənara çəkdi. "Nə oldu?" deyə soruşdular digərləri. Murad maşından düşüb təkərlərə baxdı. Təkər partlayıb dedi: "Ehtiyat təkəri dəyişməliyik." Əvvəlcə hamı məyus oldu, amma sonra birlikdə işə başladılar. Murad təkəri dəyişdirir, digərləri ona kömək edirdilər.